xeyir olsun, hörmətli izləyicilər. Bu günlərin bir Şamaxıdayıq. Şəhid Abbasov Elvin Səxavətoğlu'nun cənnətdəki doğum günü qeyd olunur. Allah'tan şəhidimizə rəhmət, ailə üzvlərinə səbir diləyirəm. Vətən sağ olun. Şəhid anası olaraq övladınızı necə xatırlayırsınız? Ben Abbasov Elvin'in anası Bahar ana. Ben evladımı elə xatırlayıram ki, mənim balam həqiqətən vətənpərvər, vətən sevən oğul oldu ki, anasını atdı, vətəni sevdi. Torpaqdan, vətəndən ötürü canından keçdi. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Bugünkü günü mənim balamın 32 yaşı olur, amma mən üçün əbədi 27 yaşda qalan Elvinimin məkanı cənnət olsun. Ana üçün ağırdır, nə qədər ağır da olsa o qədər də qürur vericidir. Allah bütün şəhidlərinizin yerini cənnət eləsin. Allah sizi var eləsin. Daim əziz olasınız. Çox sağ olun ki, gəlmişsiniz. Allah razı olsun. Dövlət tərəfindən verilən medallar hansıdır? Vətən uğrunda, Füzuli, Xocavənd uğrunda medallar var. İnşallah Allah'ın qisməti ilə buradan da gələcək. Bir şəhid anası olaraq Elvinin hansı son sözü yadınıza düşəndə göz yaşlarına hakim olabilirsiniz? Hər sözü, hər sözü. Həmişə deyirdi ki, mama, mən səni yaşadacağım ki, hamısı səcdə qalacaq. Allah onun öz sözünü eşitdi. Həqiqətən də bugünkü gün bütün dövlətə, vətənə, hamıya sizəkli, sevimli bala oldu. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Selamünaleyküm. Allah kabul etsin. Lafiya. Rahmallah menadiyen. Fatiha. Mevki. Ehtinen sıratel müstakime sıratel lehine tabi. Oladdallin amin. Bismillah. Kul huvallahu ahadine Allah'sine. Ve milad ve lekil. Bismillahirrahmanirrahim. Alam tara keyfe feale rabbuka bi ashabil fil. Alam yec'al keydahum fi. Muhammeden Mustafa sallallahu aleyhi ve sellem. Ve illerhu cemil evliya vel üfsiye ve şuhudu ve salih. Ve illerhu vel mevne vel mu'minat vel müslimin vel müslimat elahiyy minhum vel enbat. La siyema hussinleruhum. Biz şəhid ataları, hörmətli şəhid anaları, biz yenə Şamaxı cənnət məkan olan, and yerimiz olan, baş ucalımız, baş tacımız olan Şamaxı şəhidlər xiyabanındayıq. Elvin balamızın ad gününə yığışmışıq. Elvin balamız ad gününü dünən keçişdi orada. Öz yoldaşları ilə, öz sirdaşları ilə, öz qan yoldaşları ilə, torpağı aldığı yoldaşlarla orada keçişdi. Bugün ise onun ruhu burada bizimle beraberdir. Bugün onun ruhu burada bakır gelen konaklara, atasına, anasına, emsine, kardeşine vesaire. Ona göre de bu günleri sizin burada olmanıza göre her birine teşekkür ederim. Allah Teala her birinizden razı olsun. Allah Teala sizi her bir cemaatlerden, elliden, kohumlardan, kardeşlerden eksik olmayasınız. Hürmetli cemaat, bu şerafettir. Bu şan, bu şöhret gibi siz şöhretlendirirsiniz bu meclislerimizi, bu işlerimizi, bu bağlarımızı. Bağlarımız şöhreti de Allah'a şükür. Onlara başka şöhrete ihtiyaçları yoktur. Ona göre de bu günleri biz Elvin balamızın adının deyik, Allah Teala bütün şehitlerimize kanı kendi rahmet dilesin, yerleri cennette olsun. Belediyle hemşe olduğu kimi. Yine de bir haşim var sizden aksakallı haşimdi. Bir dakikalı sütütle bütün şehitlerimizin hatıresini yad edek. Sonrasında tedbirimizi devam ettirek. Atası bu adet örneğine çevrilip teşekkür ederim Nizami Reyon'un silah başçısına ve onun bütün işçilerine, yine Azerbaycan Partiyası'nın sədr ve onun mavinlerine ki onlar her il burada bizimle birliktedirler.
Bugün de bizimle bir yerdeler. Bugün konaklarımız var. Bakı Nizami rayonunun Azerbaycan Partiyası'nın sədri müavin ve onun müavini burada bizimle birliktedir. Ve eləcə də Şamaxı rayonunun axundi hörmətli Hacı Mərhəmət burada bizimlədir. Həmişə olduğu kimi bütün şəhid ataları, şəhid anaları bizimlədir ve aynı zamanda onun qarşısında Şamaxı rayonunun ağsaqqalı Ağacda babasıdır. Allah Teala her birinizden razı olsun. Her birine teşekkür ederim. Hürmetli Səxavət kardeş. Buyur bir neçə kəlmə. Hə, xanım buyur. Bahar xanım. Çok sağ olun. Allah hamımızdan razı olsun. Bizim ağsaqqalımız, axundumuz, Teşekkür ederim. Allah icra nümayəndələrimiz. Allah hamımızdan razı olsun. Həqiqətən 6 ildə nə Şamaxı icra nümayəndəsi, nə Nizami heç vaxt məni bizi tək qoymurlar. Allah hamımızdan razı olsun. Bütün şəhidlərimizin yeri cənnət olsun. Nə qədər nə yaşasa da, nə qədər nə ömrümüz keçsə də bizim şəhidlərimiz hansı gün şəhid olub o gün bizim üçün həmin gündür. Mən Elvini elə 27 yaşında əbədi xatırlayacağım. Allah yer yüz cənnət eləsin cəm Amin. şəhidlər. Allah qalan balam. Məqamın üzü olsun bala. Ad günün mübarək Amin. olsun. Teşekkür ederim. Ve aynı zamanda bizimle beraber hemiş olduğu kimi Agil müəllim benim yanımda. Beləliklə, hörmətli Ceyhun müəllim, Səxavət bilirsən də danışan deyil. Buyurun. Çok sağ olun. Ben de bütün tədbir iştirakçılarını salamlayıram. Uzaqdan yaxından gələn şəhid anaları, şəhid ataları hər biri xoş gəliblər. Allah bütün şəhid valideynlərinə səbir versin. O günlərdən də bu günləri bilirsiz ki, Elvin babamızın cənnətdəki dəyişməyən mövzududur. Onun atasına, anasına, yaxınlarına, əzizlərinə Allahdan səbir diləyirəm. Allah evlad itkisi ağır itkidir. Allah heç bir valideyn evladla sınava çəkməsin. Amma bizim Elvin babamızın ümumi bütün şəhidlərimizin dünyasını dəyişməyi biz üçün dururdu. Onların dünyalarını dəyişməyi belə ki, yani şəhidlərimiz heç vaxtda ölmür. Onlar əbədidirlər. Onlar unudulmazdılar. Allah şəhidlərimizin ruhunu şad eləsin. Günləri Elvin balamızın timsalında bütün mövlud olan şəhidlərimizin Allah şəhadətin mövludun mübarək eləsin. Ailələrinə Allah səbr versin bolluca. Qazilərimiz Allah şəfa versin. Allah bayrağımızı, üçrəngli bayrağımızı həmişə ucalarda dalgalandırsın. Səxavət müəllim bu günləri onu vacib bir tədbirə çağırıblar. Ailəsi buradadır. Yoldaşı ilə oğlu buradadır. Fahim müəllim, bəli. Ağuşdan Fahim müəllim. Cəlal da Bakıda xəstəxanada yatır. Ona görə bizim bizlə bir də deyir. Və eyni zamanda mən burada olanları qeyd elədim. Göylər Kən İcra Nümayəndəsinin sədri hörmətli Asım müəllim də buradadır. Çarhan bağışlayın. Sübhan, şəhid atası. Salam aleyküm. Şəhidimizin də Allah yolunu Biz Elvin kimi şəhidlərimizin sayəsində İsraili bayrağımız Qarabağda dalğalanır. İsraili bayrağımız Azərbaycanın bütöv Azərbaycanın Qarabağda. Şəhidlərimizin sayəsində, döyüşən oğlanlarımızın sayəsində bizim qeyrət başımıza qoyulur. 18-ci əsrdə Azərbaycan torpağı Qarabağ azadlığı sizə azadlıqmışdır. Bu torpaqda döyüşən oğlanların sayəsində, dövlətimizin müvəqqəti olması sayəsində, ən əsaslı şəhidlərimizin canı bahasına bu torpaqlarımız alınır. Bizə düşən bu torpaqları, alınan torpaqları gözəl qoruyub saxlamaq, onun bəhrəsini görmək, Elvin kimi balalarımızın, qardaşlarımızın tökülən qanları, həyatımız boyu qorumaq, şəhid valideynlərin daima yanında olmaq, döyüşən oğlanların hörmətini saxlamaq, dövlətimizin, dövlətçilimizin bir şey yanında olmaq, bizim əlimizdən gələn nədir? Bizim əlimizdən gələn döyüşdür, orada döyüş orada keçmişik, o vaxtı bizə şəhidlik nəsib olmadı, gəldi bizim qurbanlarımıza nəsib oldu. Bizim yarım çıxışlarımızı
elmi kimi dağlarımız tamamladı. Bütün Azərbaycan yaratdı. Allah dövlətimizi, dövlətimizi qorusun. Allah elimizin obamıza zədələr, başsağlığı verir. Şəhidimizin valideynlərinə səbir diləyirəm. Salonda bütün Azərbaycan şəhidlərində hamısına rəhmət eləsin. 44 günlük müharibə şəhidlərindən biri Elvin Abbasov. Müharibə çətin bir işdir. Bütün cəbhələrdə. Lakin ən çətin cəbhə Azərbaycanda hamının bildiyi kimi Suqovuşan Murov, bir də ki Füzuli Cəbrayıl zonası idi. Relyef bunu məcbur edir ki, çətin olsun. Füzuli cəbhəsində düzənli idi. Ermənilər 30 il müddətində orada dotlar, cotlar, uzun müddəti ateş nöqtələri, müxtəlif maneələr düzəlmişlər. Bizim uşaqlarımız asılıqda gedirdilər. Ona görə də biz onu çox müşahidə edirik. Eyni zamanda Murov Suqovuşanda ermənilər dağın üstündeydi. Bizimkilər aşağıdan gəldiyinə görə onlar belə deyək ki, çox çətin döyüş əməliyyatları keçirdilər. Və orada da biz çoxlu şəhidlər verdik. Şəhid olmaq çox, belə deyək ki, kim deyərsə arzu, elə çox çətin işdir. Ata, ana, uşaqdan ayrılmaq. Bizim hər bir tədbirlərimizdə siz gəlib burada iştirak edirsiniz. Biz buradan bura gəldik. Sən isə yoldaşı olan Bakıdan hər bir tədbirdə gəl, iştirak elə, buradan gel. Ona görə sən tək yox. Bir neçə şəhid atası var. Namazdır, faiqdir, səhavətdir, İmrandır. Məhbubdur. Bax bu adamlar iki qat həm maddi, həm mənəvi, narahatçılıq. Ona görə də sizin bizim üstümüzdə haqqınız daha çox. Nizami rayon icra hakimiyyətinin əməkdaşı Talih müəllim buyursun. Hər birinizi salamlayıram. Nizami rayon icra başçısı Coşqun Cəbrayılov adından hər tədbir iştirakçılarını, əziz şəhidlərimizi hər birinizi salamlayıram. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Bugün mövzuna yığışdığımız şəhidimiz Elvinin dəyişməyən mövzuna yığışdığımız Elvinimizin ruhu şad olsun. Mən inanıram ki, bugünkü gün bütün şəhidlərimizin ruhu şaddır. Çünki hər bir şəhid özünü düşünmədən bu vətəni, bu bayrağı düşünüb, o yolda canını fəda veribsə, bugün də o birliyimiz, bərabərliyimiz və uca bayrağımızın yüksəklikdə dalgalanmasını gördükcə onların ruhu şaddır. Bundan sonra isə bizim bir vətəndaş olaraq elədiyimiz şəhid ölülərimizin yanında olmaq, o birliyimizi, bərabərliyimizi qorumaq, Cənab Ali Başkomandanın rəhbərliyi altında bir olmaq ki, o şəhidlərimizin ruhları şad olsun. Ruhu şad olsun. Təşəkkür abini Rəşadət müəllim buyursun. Təşəkkür edirəm Ağsaqqal. Dəyərli şəhid ailələri, hörmətli tədbir iştirakçıları, əziz şəhidimizin anası Bahar ana, Səxavət müəllim, hər birinizə öz dərin hörmət və ehtiramımı çatdırıram. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyovun salamlarını çatdırıram. Həqiqətən də biz hər dəfə Şamaxıya gələndə artıq 6 il keçməsinə baxmayaraq Şamaxıda olan bu şəhid ailələrinin birliyi düşünürəm ki, hər bir Azərbaycan xalqı üçün bir nümunədir. Sizlərin bir-birinizin yanında olmağı, arxa dayaq olmağı, sizlərin bir-birinin çətin günlərində, yaxşı günlərində yanlarında olmağı düşünürəm ki, hər bir bölgə üçün bir nümunə ola bilər. Və Abbasov Elvin də bizim qəhrəman şəhidlərimizdəndir. Onun qəhrəmanlığı, mərdliyi, şücaəti sayəsində bugün Azərbaycan xalqının nümayəndələri olaraq bizdə alnı açıq, baş edik, uzaq gəzə bilirik. Və sözsüz ki, onların mərdliyi, şücaəti bundan sonra da gələcək nəsillər üçün bir örnək olacaqdır. İstər məktəblərdə, istər kütlələrdə, istər müxtəlif tədbirlərdə daim şəhidlərimizin adı xatırlanacaq, daim onlar dərin hörmət və ehtiramla yad ediləcəkdir. Və mən burada Bahar anaya, Səxavət müəllimə təşəkkür edirəm ki, Elvin kimi bir övlad böyütmüsünüz. Və sözsüz ki, Elvin kimi bir övlad sayəsində bugün ərazi bütövlüyümüz bərpa olunur, üstəlikli bayrağımız ən uca zirvələrdə dalğalanır və buna görə sözsüz ki, biz sizlərə nə qədər lazım olsa o qədər də minnətdarıq. Və biləsiniz ki, Nizami rayonunda da Abbasovlar ailəsinin böyük hörməti və nüfuzu var. İstər Nizami rayon icra hakimiyyəti tərəfindən, istər Yeni Azərbaycan Partiyası tərəfindən də daim onlara diqqət və qayğı göstərilir. Və düşünürəm ki, onlar da şəhidimizin adını öz adlarına layiq şəkildə uca tutmağı bacarırlar, yaxşı da təmsil edirlər. Bir daha hər birinizə mən təşəkkür edirəm. Allahdan şəhidimizə rəhmət arzulayıram, ruhu şad olsun. Elə iş baltandasan. Buyur. Hər birinizi salamlayıram. Bugün mən bir Şamaxılı kimi, bir vətəndaş kimi bu Şamaxıya
bütün şəhidlərin dəfnində hər birində iştirak eləmişəm və diqqət yetirmişəm sonraki mərhələlərdə şəhid valideynlərinin burada çıxışının, xəstəxanaya gələndə çıxışı, başqa məclislərdə, görüşlərdə onların çıxışını görürəm. Onlar çox yetişmiş, dəyərli şəxsiyyətlərdir. Məhz belə valideynlərdən belə övlad əmlə gələr. Mən hər birinizə baş sağlığı verirəm. Bu şəhidlərimiz övlad itkisi böyük şeydir. Bunu nə qədər təsəlli versək də onu əvəz eləmək olmaz. Allah hamımızın canını sağ eləsin, dözümlü olasınız. Şəhidlərimizin də şəhidliyi qəbul olunsun. Baxıram, Elvin balamız iyunun 17-sində anadan olub. Bugün bizim peşə bayramımızdır. İndi mən düzün deyim ki, bizim Fariz balamız var, şəhid. Onu ziyarətə gəlmişdim. Gördüm buradasınız, gəldim bura. Çox yaxşı da gəlmişəm mən bura. Hərəmiz öz qulluq sahəmizdə, insanlığımız sayəsində şəhidlərə borcumuz var. Mən keçən dəfə demişim, şəhid olunca sizin övladlarınız olub. Şəhid olandan sonra hər birimizin evladıdır. Vicdanı olan şəxs, onları hər biri öz övladı kimi qəbul edir. Onların acısını, sevincini bölüşdürür. Bu qədər demək. Çox sağ olun. Çox sağ olun. Hörmətli İslam doktor, sen bu xalqın bu elin oğlusan. Burada hamısı sizindir. Şimdi ona göre gelmişsiniz, sonra buna gelmişsiniz. Yok, siz bütün burada olursunuz. Tüm şehitlerin yanındasınız. Şehitlerin ailesinin, anasının, bacısının, atasının, anasının yanındasınız. Buna ben inanırım. Teşekkür ederim. Çok sağ olun. Hörmətli qonaqlar, Komandır hazırlaşsın. mərasim iştirakçıları, əziz və dəyərli şəhid ailələri, mən də hər birinizi Şamaxı rayon icra hakimiyyətinin başçısı, hörmətli Tahir müəllim adından, rayon icra hakimiyyətinin kollektiv adından salamlayıram. Bugün 44 günlük vətən müharibəsinin qəhrəmancasına şəhid olmuş oğullardan biri Elvin qardaşımızın anım günüdür. Mən Elvin qardaşın timsalında cəm şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların ailə üzvlərinə, yaxınlarına səbir dözüm. Bugün bütün şəhidlərimizin əziz ruhlarına, çünki uğrunda qan tökdükləri, can verdikləri, həmin o vətən torpağı işğaldan azad olmalıdır, həmin o vətən torpağında üçrəyli bayrağımız dalgalanmalıdır, Azərbaycan xalqı, Azərbaycan milləti orada demək olar ki, yaşamağa başlayır. Dinimizdə də deyilir, hüququndan keçən əskər hərə bir qəhrəman oldu. Şəhidlərimiz öz yaşamaq hüquqlarından keçərək Azərbaycanın bir qəhrəmanlıq sayılması, qəhrəmanlıq tarixi yazılan. Mən bir daha Elvin qardaşım timsalında cəm şəhidlərimizə Allahdan rəhmət diləyirəm, ailə üzvlərinə səbr diləyirəm. Şamaxı rayonunun şəhidi vardı bizim biri qadada. Biri bizdən aşağıda Ceyhundur. Azay Vasifdir. Ən sonuncu şəhid olan da Abbas verdi. Ondan bu sözü həmişə demişəm deyirəm. Elvin bizim bölümün gülen yüzü. Ben həmişə Baharanın söylüyorum. Elvinin gedişi demək olar ki, bölgədə bütün təbəssümü, deyirkünü, hər şey üzünə apardı. Yəni döyüşdən çıxırdı, yaralanan olurdu, ağır yaralanan. Elvin elə bir sözlər işlədirdi ki, İnan Allah nə deyir ki, komanda bu həkim apar, da bu məni gülməkdən öldürəcək, mən güllədən ölməyəcəm. Və bizim bölgədə də 3 həkim olub, Hüseynli İbrahim, Səbzulazadə Mehdi və Abbas Mehdi. Yəni 3 həkimin üçü də şəhid oldu və bunu göstərir ki, heç bir həkim arkada deyildi. Sağ əlində silahı, sol əlində çantası. Həkimlərimiz belə yan-yana vuruşur. Allah bütün şəhidlərimizin məkana. Teşekkür ederim. Çok sağ olun. Bütün şəhid ailələri salamlayıram. Allah ziyafınızı qəbul etsin. Elvin qardaşımızın kimsəni bütün şəhidlərimizə Allah rəhmət etsin. Bugün Elvin qardaşımızın cəmdəki mövqü üçün mübarək olsun. Şəhidlər haqqında çox danışmaq olar. Həm şəhidlər haqqında danışmaq həm çətindir, həm də qürurlu. Çünki şəhidlər bizim and yerimizdir, fəxrimizdir. Allah şəhidlərimizin hamısına rəhmət etsin, valideynlərə səbir diləyirəm. Allah qalan övladlarımıza can sağlığı versin. Allah sizi var eləsin. Həmişə biz də sizə baxar, bizə fəxr eləsin. Çünki bizim də belə şəhid valideynlərimiz var. Allah hamımıza can sağlığı versin, Allah rəhmət etsin. Çok sağ olun. Elhamdülillah koşulluk seni tebrik ederim. Natiq müəllim şəhid atası gələndə sən Mən də bütün ziyarət iştirakçıları hamınızı salamlayıram. Səxavət qardaş, Bahar bacı, Allah
Elvin balamızın mövludu, dəyişməyən mövludu mübarək olsun. Allah yerin cennet eləsin, məqamın uca eləsin. Onun timsalında cəmi şəhidlərimizin hamısının yeri cennet, məqamları uca olsun. Doktor vurğuladı bayaqlar, dedi ki, birlik, bərabərlik. Bu qardaşlar da hamısı dövlətimizin zəfər yaşadıblar, zəfər yolçularıdır. Bunlar birliyimiz bax bugünkü günümüz üçün özlərini fəda ediblər bu vətənin bütövlüyü uğrunda. Zəfər yolunda. Ona görə də Allah dövlətimizi, millətimizi qorusun. Ordumuzu güclü, qüdrətli. Xalqımız, İsrail nümayəndəmiz, hər birisi salamlayıram. Gözəl şəhid ataları, anaları, hər birimiz orada bayramda görüşək. Allah bütün şəhidlərin yerini cənnət eləsin. Elvin balam, cənnətdəki dəyişməyən mövludun mübarək olsun bala. Allah atla, anva səbir versin. Allah ordumuzu qorusun. Allah millətimizi qorusun. Bugün Şamaxıda da 2 dənə şəhidimiz var. Onların da peşə bayramıdır. Tarizlə İrzanın. Onların da cənnətdəki bayramları mübarək olsun. Amin. Bugünkü gün dünən bir şəhid anamızı torpağa qoymuşuq. İlahə bacım zirədəndir. Həmişə məkanı cənnət olsun. Xətzə bacımın da, onun da yerləri cənnət olsun. Onlar bizim əziz qonaqlarımız idi. Allah köməyiniz olsun, var olasınız, sağ olun. Təşəkkür ederim. Teşekkür Teşekkür ederim. Allah ordumuzu qorusun. Şəhid ailələrinə səbir versin. Değerli şəhid valideynləri, şəhid anaları, şəhid ataları, Allah cəm şəhidlərimizə rəhmət eyləsin, məkanları cənnət, məqamları uca olsun inşallah. Bugün qəhrəman şəhidlərimizdən Elvin balamızın işığına yığışmışıq. Allah onu cənnətdəki dəyişməyən mövludu mübarək eyləsin. Ad gününə yoluşmuşuq. Allah Elvin balamıza rəhmət eyləsin, məqamı uca olsun. Valideynlərinə Allah'tan səbir tutulmasın. Allah rəhmət eləsin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Aleyküm. Sağ olun. Bahar Hanım. Sağ olun. Bütün şəhidlərimizin. Sağ olun. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Həqiqətən bunlar bizə elə bir zəfər, elə bir qürur yaşadılar ki, bu zəfər daimi tarixlərdə yazılacaq və nəsillər şəhidlər hər birimiz üçün hansı, necə olmağına asılı olmaq bizim hər birimizin mütləq şəkildə daim adlarını uca tutacağımız bir mövqedir və bugün vətən varsa, bu torpaq varsa, bu torpağın üzərində biz yaşayırıqsa, sizlərə ana borcluyuq. Hər birimiz qarşısında baş əyirik. Sizin kimi analar, bütün şəhid analarımız olmalı, sizin timsalınız. O övladların yetişdirib bu vətənə, vətəndaşlığı, bu vətənin torpağının dəyərini anlatmaq. Özü bu yolda canlı belə, canlılar şey neçən yoxdur. Əgər bir insan ki, bir canlı gözlə, torpaq üçün göz önünə belə qalırsa, demək ki, onun yetişdiyi mənəvi dəyərlər zəngindir. Hörmətli Natiq müəllim, siz elə həmin Natiq doktor, sən də Natiqsiz. Hörmətli Vüsal doktor, buyurun. Bugün biz bu torpağın üstünə qürurla ayaq basırıqsa, bu bizim şəhidlərimizin sayəsindədir. Ona görə birinci növbədə şəhidlərimizin ruhu qarşısında baş əyiləm, onları böyüyüb başa çatdıran anaların əlindən öpürəm. Allah onlara can sağlığı versin, Allah şəhidlərimizə rəhmət eləsin. Bugün bu şəhidlər ancaq bugün yadda, belə deyək də, yadımızda deyil. Bütün il boyu, illər boyu, əsrlər boyu bu şəhidlər bizim yadımızda olmalıdır və yadımızda olacaq. Çünki Allah'ımızın timsalında Allah cəm şəhidlərin ruhunu şad eləsin. Atalara, analara bolca səbir dinləyirəm. Allah məkan cənnət eləsin balam. Amin. Elvin balamız haqqında çox söz danışmışıq. Bu şəhidlər ümumi şəhidlər haqqında çox söz danışmışıq. Hər biri qəhrəmandır. Qəhrəman atalardır, qəhrəman analardır. Çox zoğunluq. Hər birini salamlayıram. Bütün bu ziyarətə gələn insanlara, şəhid sevərlərə təşəkkür edirəm mən də. Səxavət qardaşım adına, bacım adına,
Allah bu gözəl evladımızı, gözəl qəhrəman şəhidimizi məkanı cennet quruluşa versin. Ne diyək, bəli, həqiqətən də valideyn üçün evlad nəzərində danışmaq çox çətindir. Bizi bir dənə ruhlandıran, qürurlanan balalarımız. Səyər-səyərlə təbrik edirəm. İslam doktor, siz bir kocaman işçi kimi, bir şamaxlımız kimi fərq eləmir. Siz bizimlə qürurlanan kimi, bax, biz şamaxlılarda fərqi yoxdur, bütün Azərbaycanda. Yəni sizi burada gördüyümüzə görə, siz həmişə bizlər üçün o hər birimiz fərq eləmir. O qayğı göstərizə görə hər birimizə təşəkkür edirəm. Siz bizimlə qürurlanan kimi, biz də sizlərlə qürurlanırıq. Allah elimizin, obamızın qeyrətli olanlara, namuslu xanımlara, əsl ailə sahibi olanlara var eləsin. Hörmətli şəhid atalar, şəhid anaları. Xahiş edirəm tələsməyək, onu da tələsmirik. Rəna xanım buyur, həmişə bizimlə olursun. Salamlayıram. Başda şəhid ailələri olanı, tədbir iştirakçıları. Şəhidimizi Allah'tan rəhmət edirəm. Dəyişməyən adını mübarək olsun. Allah bütün şəhid ailələrine səbir versin. Bizim borcumuz da həmişə şəhid ailələrin yanında olmaq. Nə qədər canımızda can var, nə qədər başarı olsun. Allah torpaq yolunda canına fəda edən bütün şəhidlərin qarşısında baş əymək, ruhları şad olsun. Bugün Elgin kardeşimizin yaşın üstünde bakanda 1992 ilde biz ne kadar şehitler verdik. Ancak torpaqlarımız da şehitler. Həmin 93 ildə doğulan uşaqlar 2020 ildə təsdiq elədilər ki, həmin bu gənclər onların qanını yerdə qoymayacaq. Və onlar doğrudan da qanı yerdə qoymadılar. Öz şəhidlikləri ilə onlar qazilər, yararlarımız oldu, şəhidlərimiz oldu. Onlar Azərbaycan tarixinə doğrudan da bir tarix yazdı. Allah'ımıza razı olsun ki bu Səxavət qardaşını harbacı kəşf olmuşsunuz. Allah Elvin balamızı ömrünü mübarək eləsin. Cəmi şəhidlərin cənnət evlərimiz olsun. Qardaş, Allah səbrinizi olsun. Çok çok. Arkadaşlar harbacı Allah səbrinizi olsun. Məkanı cənnət olsun. Yeri cənnət olsun cəm şəhidlərimiz. Herkes selamlarıyla. Bizim yüreğimizden kesen sözleri, şahit valideynleri, Konaklar. güzel sözler dediler. Biz de inanıyoruz. Allah'tan sevgiler verin. Allah bir kahraman konaksı mükemmel. İştirakçıları, bugünkü gündə Elvin balamızın dəyişilməyən mövlud günüdür. Allah atasına, anasına səbir versin. Cəm şəhid balalarımızın ruhu şad olsun. Bir şəhid anası olaraq heç vaxt şəhidlərimiz unudulmasın. Allah hamımızdan razı olsun. Biz hər gün xəstələn, söydə, ağrı, soğda Allah bizə elə bil bu balalarımızın tədbirində güc qüvvət verir ki, balalarımızın tədbirinə gələndə Allah bizi ayaq üstə saxlayır. Ona görə də hamımızdan bir şəhid anası olaraq heç vaxt şəhidləri unutmur. Hamımızdan xahiş edir. Heç vaxt bu balalar unutulmasın. Çünki bunlar canım fəda verir. Ki, verən insanlar yaşasınlar. Balalar, analar, atalar, bacılar rahat yaşaması için canlarını fəda verirlər. Mən də sizdən bir şəhid anası olaraq xahiş edirəm ki, biz olmayanda da heç kim bu şəhidləri unutmasın. Çox sağ olun, Allah razı olsun. Hörmətli şəhid anaları, bugün gəldiniz, fərəhləndirdiniz bu insanları. Bu bağlamızın da onunla birlikdə az gününü qeyd etdik. Hər birinizə təşəkkür edirəm. Şəhidlik qururudur, fəxirdir, şərəfdir, amma eyni zamanda acı da itkidir. Allah bu acını, bu itkini daşımaq üçün sizlərə güc qüvvət versin. Balamızın ruhu şad olsun, məkanı cənnətli olsun. Mən eyni zamanda
fürsətdən istifadə edirəm və bildirməsən, bir neçə gündən qabaq mən anamı itirdim. Bakıda, Gəranboyda kimlər ki mənim yanımda oldu, mənim kədərimi bölüşdü. Hər birinin qarşısında baş verir, hər birinin minnətdarlığını bildirirəm. Allah belə balanızın ruhunu şad eləsin, Allah sizlərə də ömür versin ki, onu yaşadın. Allah'a şükür. Çünkü o bunların duasındandır. O bunların ruhundandır. O bunların ferasetinden, bunların bereketindendir. Bunların bereketine kıymet verme lazımdır. Bunların bereketine halallık verme lazımdır. Şimdi biz ne Türkiye bunlara halallık verir. Bunlar özleri halallıklarını alırlar. Ama biz öz nöbemizde bunların ardından giden insanları. Allah Teala bunların atasının, anasının, kalan valideynlerinin, kalan bağlarından hayır görsünler. Ya Rabbim Allah. Bu günleri biz tedbirdeyiz. Elvin bağlamızı ad günündeyiz. Bu ad günü elə belə ad günüdür. Bu ad günü elə belə ki, Azərbaycan ölkəsinin tən yarısının ad günüdür. Ona görə də sizin hər birinizə təşəkkür edirəm. Vallahi elə adamlar gəldi bura ki, çünki bunların duası göydədir. Bunların duası Allah Taala'nın yanındadır. Onun kəsmə adamlar, qonaqlar gəldi burada. Çıxışlarını eləyib və sözlərini deyirlər. Bundan gözəl nə olacaq? Dünəndən bu hərəkət var. Dünəndən Bakı məktəbi, Şamaxı məktəbləri, Qəsəbə məktəbləri, Çarhan məktəbləri, hamısı bunların Elvingilin evlərində olurlar. Və onun kınarından təşkil olunan, aslan bulaqda olurlar. Hörmətli cəmaat, hər birində təşəkkür edirəm. Allah Teala bütün Azərbaycan xalqını xoşbaxt eləsin. Allah Teala Şamaxı cəmaatını xoşbaxt eləsin. Hər birində Allah Teala xoşbaxt eləsin. Qonaqlarım, valideynlər, şəhid ataları, şəhid anaları, Allah sizi xoşbaxt eləsin. Allah Teala sizi kalan bağlarınızdan üzü açık alnı güler göresin. Fatiha Allah'ım. Elhamdülillah Rabbil Alemin. Ehtiren sıratın müstəqim. Öğrenmem bu bana huvallah. Kul huvallahu ahad Allahu subhanahu. Allah rahmet eylesin. Baş daşına sarılıram. Baş daşına sarılıram. Hönkür hönkür ağlayıram. Balam, balam sənə yalvarıram. Nə olar ged evimizə. Mənə üzür bu sənsizlik. Demirəm ki bir dəfəlik. Qurban olum bir gecəlik. Nə olar, gedə evimizə. Başımda ağ dənə xatir. Başımda ağ dənə xatir, gözdə duman, çənə xatir. Rəhm eyləsən mənə xatir, nə olar oğul, nə olar, gedə evimizə. Rəvadırmı sənsiz qalam? Gül qoxunu daşdan alam. Oy şəhid balam, igid balam. Nə olar gedə evimizə. Şəhidliyə çatan balam. Şəhidliyə çatan balam, torpaq altda yatan balam. Xəstə düşüb atan balam. Xəstə düşüb atan balam. Nə olar gedə evimizə. Oyan gedə evimizə. Vətən üçün verdin canı. Torpaqlara səpdin qanı. Ağlar qoydun sən balanı. Nə olar oğul, oyan gedə evimizə.
Qardaşların çox darıxır, həsrət çəkir, ürək sıxır. Gözlərindən qan yaş axır, nə olar? Nə olar ay balam, nə olar? Gedək evimizə. Aylar illər sənsiz gedir. Aylar illər sənsiz gedir, bacıların üsyan edir. Verdiğin bu əzab nədir? Ay balam, nə olar? Oyan gedək evimizə. Nə olar gedək evimizə. Axı vardı xəyallarım, yarım qaldı arzularım. Sənə həsrət qalıb, sənə həsrət qalıb yarım. Ömür boyu unutmarıq sizləri. Ömür boyu unutmarıq sizləri. Qan içində gülümsəyən üzləri. Əli qolu ayaqlar gözləri bütöv gedib yarım gələn oğullar, yarım gələn oğullar. Güllələrdən parçalanmış köynəyi, güllələrdən parçalanmış köynəyi, hər birisi qəhrəmanlıq örnəyi. Ürəyində neçə şəhid köynəyi, sinəsində şırım gələn oğullar, sinəsində şırım gələn oğullar. Sevməz sizi yad qapıda yallanan, yağıya, farsa, rusa kullanan. Döyüşlərə gülə gülə yollanan, gülə gülə yollanan. Döyüşlərə Ağla bülbül xəzan döydü qapını. Ağla bülbül. Dolanın boynunu Qarabağında, düşmən at oynadı Araz boyunca. Qəlbim qan ağlayır bu gəz yaşında. Gəl boyuna qurban ay vətənim. Şuşa yaylağını düşdüm ana